Deməli, ədədi ardıcıllıq və silsilələr mövzusu. Qaydanın PDF-i var. O PDF-in üzərində mən izah eləyəcəm hər şeyi. Deməli, başlıq nədir? Ədədi ardıcıllıq və silsilələr. Ədədi ardıcıllıq nə olan şeydir? Burada cümlə şəklində yazılıb ki, natural ədədlər çoxluğunda təyin olunmuş funksiyaya deyilir. Amma burada heç funksiya ilə falan heç bir əlaqəsi yoxdur. Yəni ümumən danışanda ardıcıllıqdır da. Məsələn, ədədlər ardıcıllığı natural ədədlərdən ibarət olan, daha doğrusu natural ədədlər çoxluğunda təyin olunmuş bir ardıcıllıq. Məsələn, ola bilər 1, 2, 3, 4, 5. Bu da bir-bir artan ədədlər ardıcıllığıdır. Sonsuz şəkildə davam eləyir. Nə bilim, yaza bilərsən sən 1, 3, 5, 7, nə bilim, müxtəlif bir formada yaza bilərsən. Məsələn, sən 1, 2, 3, 4, 5, 6 bu cür yazanda, bunu sən düstur şəklində versən necə eləyəcəksən? Bir-bir artır axı. Yazarsan ki, məsələn, AN bərabərdir, yəni n-inci həddi bərabərdir, n plus 1. Yəni sən burada n-in yerinə 1 qoyanda alırsan 2. N-in yerinə 2 qoyanda alırsan 3, nə bilim 5 qoyanda alırsan 6 və s. bu şəkildə davam eləyə bilərsən. İndi məsələn burada verilib. Xn bərabərdir 1 bölünsün n vurulsun n plus 1 şəklində belə bir ardıcıllıq verilib. Ardıcıllığın birinci həddini tapmaq üçün burada xn yazmasının mənası odur ki, yəni bu n-inci həddi bu şəkildə yazılır. Məsələn, sən burada n-in yerinə 1 qoysan, olacaq nə? 1 bölünsün 1 vurulsun 1 plus 1. Bu da verəcək bizə 2-də 1 cavabını. Yəni 2-də 1 x1 birinci hədd. Ardıcıllıq başlayır 2-də 1 ilə. Ondan sonra n-in yerinə 2 qoysan alacaqsan 6-da 1. Sonra gəlir 6-da 1. Nə bilim, n-in yerinə 3 qoysan alacaqsan 12-də 1 və s. bu şəkildə davam edir. Belə bir ardıcıllıqdır. Bu ardıcıllığı düstur şəklində də bax bu formada veriblər. Bu ümumi anlayış düstur şəklində verilə bilər və biz o düsturdan müəyyən həddi tapa bilərik. Məsələn, burada bir elə test toplusunda belə bir nümunəmiz var. Nə verilib burada? Deməli, birinci sual elə deyir. 4n plus 7 düsturu ilə verilmiş ardıcıllığın ikinci həddini tapın. N-in yerinə qoyacam 2, 4 vur 2, 8, 8 plus 7, 15. Yəni, C variantı 15 olacaq. Yəni, neçənci həddi deyirsə, n-in yerinə həmin həddi qoyacam. Yəni, n-in yerinə də bu arada ancaq natural ədədlər çoxluğundan götürülmüş ədədlər qoya bilərik. Ona görə burada deyir, natural ədədlər çoxluğunda təyin olunmuş funksiyaya. Funksiya kimi baxsaq, n-dən asılı olan, yəni bu nədir? xn, n-dən asılı olan bir funksiyadır. N-in qiyməti də ancaq natural ədədlər çoxluğunda dəyişə bilər. Natural ədədlər qoya bilərsən n-in yerinə. Axı, n nömrədir. Məsələn, deyə bilməzsən ki, -5-ci ədəd. Deyə bilməzsən ki, 2-də 1-ci ədəd. Ancaq konkret natural ədədlər çoxluğunda işarə eləyə bilərsən onu. Bu belə ümumi ədədi ardıcıllıq haqqında anlayış. Deyir, ardıcıllığın ilk n həddinin cəmi SN ilə işarə olunur. Məsələn, mən bir ardıcıllıq yazmışam, elə buradakı kimi olsun. Bu niyə yazmadı? Olsun 2-də 1, 6-da 1, ay nə bilim 12-də 1. Məsələn, 3 dənə həddi yazmışam, artığını yazmamışam. Mən bunun ilk 3 həddinin cəmini tapanda nə etməliyəm? İlk 3 həddinin cəmini, birinci, ikinci, üçüncünü toplamalıyam. Ardıcıllığın hər bir həddini A ilə işarə eləsəm, bu olsun məsələn A1, bu olsun məsələn A2. Burada indi x-dan işarə eləyiblər. Bu olsun məsələn A3. O zaman nə olur? SN ilk n həddin cəmidir. Harada SN-i görürüksə, S-i görürüksə ümumiyyətlə cəm düsturu deməkdir bu. İlk 3 həddin cəmi olsa, məsələn, bura 3 yazılsa, olar A1, A2, A3. Bura n yazıldığına görə n dənə ədəd, 1-dən ta n-ə qədər ədədləri cəmləyirik. Bax, bu şəkildə olur. Bir də növbəti bir düsturumuz. İlk n həddinin cəmi verilən ardıcıllığın n-inci həddi, yəni AN bərabərdir, SN vurulsun, SN çıxılsın 1. Bax, bu düstur vacib düsturlardan biridir. Yəni, ədədi ardıcıllıqda, ümumiyyətlə silsiləyə keçməmişdən öncə əzbərlənləsi bir düstur varsa, o da bu düsturdur. AN bərabərdir, SN çıx, SN minus 1. Nümunə şəklində göstərilib əslində. Deyir, ilk n həddinin cəmi bu şəkildə verilən ardıcıllığın 4-cü həddini tapın. Bu bir sual nümunəsidir. Hətta test toplusunda bu tipli sual da var. SN bərabərdir 2n plus 3 şəklində verilib. Düsturumuz nə idi? Bu şəkildə idi. Düsturu yazılıb. Məsələn, mən 4-cü həddi tapmaq istəyirəmsə, bu deməkdir ki, mən nəyi tapmalıyam? A4-ü. A4-ü tapmalıyam. A4-ü tapmaq üçün düstura əsasən S4 çıxılsın, 4-dən bir vahid əksik S3.
S4'ü tapmaq üçün n-in yerinə qoyublar 4'ü, S4, 2 vur 4, 8, 8 plus 3, 11. S3'ü tapmaq üçün n-in yerinə qoyulub 3, 2 vur 3, 6, 6 plus 3, 9. 11'dən 9 çıxıram, alın 2. Bu düsturun mənası nədir əslində? Göstərmək üçün bir dənə nümunə yazım. Məsələn, ədədlər yazmışam. Elə ən bəsit formada yazıram. 2, 4, 6, 8, 10, nə bilim 12 cüt ədədlər ardıcıllığı yazmışam. Burada məsələn mən tutalım ki, S5-i tapmaq istəyirəm. S5-i tapmaqdan ötürü nə etməliyəm? 1, 2, 3, 4, 5. 5 dənə həddin cəmindən mən durub 4 dənə həddin cəmini çıxsam, bu 10 alınmayacaq ki, təsəvvür elə ki, 2, 4, 6, 8, 10-un cəmindən, yəni 5 dənə həddin cəmindən 2, 4, 6, 8-in cəmini çıxıram, yerdə qalır nə? 10. Bax, bu 10 nədir? 1, 2, 3, 4, 5. 5-ci hədd. Ona görə mən S5 dənə həddin cəmindən 4 dənə həddin cəmini çıxıramsa, qalır, burada S5 yazmamalıydım, burada yazmalıydım A5. Yəni A5-i tapanda S5-dən çıxıram, S4-ü qalır, həmin o 5-ci hədd. Bax, bu düsturun mənası buradan irəli gəlir. Bu belə. Bu ümumi ədədi ardıcıllıqlar haqqında məlumat. Ədədi ardıcıllığın iki növü var. Ədədi silsilə və həndəsi silsilə. Əvvəla, ilkin olaraq ədədi silsilə ilə həndəsi silsilənin fərqini öyrədim, sonra keçəcəm qanuna uyğunluğa. Bax, məsələn yazmışam 2, 4, 6, 8, 10, 12 və s. Bir də var yazmışam 2, 4, 8, 16, 32 və s. Fikir verirsiniz, bax 2-nin üstünə nə gəlirəm? 4 alıram. 2-nin üstünə 2 gələndə 4 alıram. 4-ün üstünə 2-ni gələndə 6-nı alıram. 6-nın üstünə nəsə 8-in üstünə hər birinin üzərinə 2 gəlirəm, növbəti həddi alıram. Amma bu bir sırada, bu bir ardıcıllıqda nə olur? 2-yə vururam 4 alıram, 2-yə vururam 8 alıram, 2-yə vururam 16 alıram. Yəni birincidə sonrakı ədəd əvvəlki ədəddən müəyyən bir ədəd vahid fərqlənir. Bu olur ədədi silsilə. Amma növbəti ədəd əvvəlki ədəddən müəyyən ədəd dəfə fərqlənəndə bu olur həndəsi silsilə. Bax, bu şəkildə gedir ədədi silsilə və həndəsi silsilə. Ümumi məlumat və fərqləri. İndi gələk ədədi silsilə haqqında olan məlumatları öyrənməyə görə ədədi silsiləni daha geniş hansı formada öyrənirik. Deyir ki, ardıcıllığın hər bir növbəti həddi özündən əvvəlki həddən eyni bir ədəd qədər dəyişərsə, bax mənim dediyim, bir növbəti hədd özündən əvvəlkindən eyni bir ədəd vahid, eyni bir ədəd qədər dəyişərsə, buna ədədi silsilə deyiləcək. Nümunə şəklində yazıblar 2, 5, 8, 11 və s. Bu nədir? İkinci hədd A1. 5, daha doğrusu ikinci hədd deyirəm, birinci həddi A1 şəklində yazılıb. Birinci həddimiz 2-dir. İkinci həddimiz 5-dir. A2 yazılıb. Məsələn, gəliblər 26. 26 mən bilmirəm neçənci həddir. İndi bu saysam bilərəm. N-inci həddir. Yəni n-in yerinə neçə yazsam həmin ədəd, həmininci hədd olacaq. Bax, bu belə. Ədədi silsilə haqqında öyrənəcəyimiz anlayışlardan biri də silsilə fərqidir. Silsilə fərqi nədir? Silsilə fərqini tapmaqdan ötürü sonrakı həddən əvvəlki həddi çıxmalıyıq. Bax, sonrakı həddən əvvəlki həddi çıxanda bu bizə verir silsilə fərqini. İndi burada deyəsən silsilə fərqinin düsturunu bu şəkildə yazıb, yəni. Amma silsilə fərqinin əsas düsturlarından biri budur ki, D bərabərdir AN çıxılsın AN-1. Bu arada ədədi silsilənin hər bir həddi A ilə işarə olunur. A1 birinci hədd, A2 ikinci hədd, N-inci hədd. Bax, AN-1 ədədi silsilədə silsilə fərqi adlanır. Yəni nə deməkdir? D-ni tapmaqdan ötürü mən nə edirəm? AN, məsələn, A5 çıxılsın A4. Yəni sonrakı həddən əvvəlki həddi çıxıram. Bu təkcə 5-ci həddən 4-cü həddə çıxmaq demək deyil. A2 çıxılsın A1. Nə bilim, ola bilər A3 çıxılsın A2. Əsas odur ki, sonrakı həddən əvvəlki həddə fikir ver, 5-dən 2-ni çıxanda qalır 3. Yəni 3-dür bunun silsilə fərqi. 8-dən 5 çıxanda da 3 qalır. 11-dən 8 çıxanda da 3 qalır. Nə bilim, 26-dan bundan əvvəlki ədədə çıxanda da 3 qalmalıdır. Silsilə fərqi budur. Bu belə. Daha sonra silsilədə, ədədi silsilədə ilk n həddin cəmi bayaqki kimidir. Sn ilk n həddin cəmi nədir? A1, A2 ta AN.
bütün ədədləri toplayanda, yəni neçə dənə ədəd verilibsə, neçəsinin cəmini soruşursa, ora qədər cəmləyirik. Silsilə fərqinin belə bir düsturları da var. Yəni birinci AM çıxılsın AN. Yəni bu düsturda öyrənməli düsturlardan biridir. Yəni nə deməkdir? Məsələn, sənə bir ardıcıllıq verilib. D-ni tapanda, məsələn, A5 çıxılsın A4 bölünsün 5 çıxılsın 4. Bu da elə birbaşa nə verir bizə? A5-lə A4-ün fərqi D-yə bərabərdir. Ya nə bilim, bu fərqli bir versiyada ola bilər. A5 ilə A4 yazırsan, məsələn, A5 çıxılsın A2 bölünsün 5 çıxılsın 2. Yəni sən A5-dən A2-ni çıxırsan, 5-dən 2-yə qədər orada 3 dənə ədəd var axı. A2, A3, A4, A5. Daha doğrusu A2-dən A3-ə, A3-dən A4-ə, A4-dən A5-ə. Neçə dənə silsilə fərqi var orada? 3 dənə silsilə fərqi var. Ona görə 5 ilə 2-nin fərqinə bölmək lazımdır ki, D-ni tapaq. Amma D-nin çox zaman istifadə olunan düsturu əsas bax bu düsturdur. Bu düstur da əslində buradan alınır, amma yenə də ən çox istifadə olunan düstur bu düsturdur. Sonrakı həddən əvvəlki həddə çıxmaq. Amma müxtəlif variantlarda verilsə, sonrakı həddən əvvəlki həddin arasında müəyyən qədər fərq olsa, o fərqə də mütləq şəkildə bölmək lazımdır. Yəni bu düstur da keçərlidir. Nümunə şəklində göstəriblər, misal şəklində. Məsələn, A2-ni veriblər 5. Elə mən yazdığım nümunədir. Yox. Hə, burada mən yazdığım nümunə. Təsadüfən heç bura baxmamışdım. A2-ni 5 veriblər, A5-i 14 veriblər. D-ni, yəni silsilə fərqini tapmaq üçün A5-dən A2-ni çıxırlar, bölürlər 5-lə 2-nin fərqinə. 14 çox 5 bölü 3. Yəni silsilə fərqimiz 3-dür. Deməli, bu ardıcıllıq bu şəkildəymiş. 5 ikinci həddimizdirsə, deməli 2 birinci həddimizdir, sonra 5, sonra gəlir 3 fərqlənir də, sonra 8, sonra nə bilim 11, sonra da gəlir 14 və s. Bax bu şəkildə. Bu bizə lazım deyildi, sadəcə mən ümumən izah eləmək üçün bunu göstərdim. Bu belə. Daha sonra vacib düsturlardan, çox istifadə olunan düsturlardan daha biri. N-ci hədd düsturu. Silsilədə, ədədi silsilədə n-ci həddimizin düsturu. A1 bərabərdir, daha doğrusu A-in bərabərdir, A1 üstə gəlsin, n-1 vurulsun D. Və burada mən bir dənə ardıcıllıq yazmışdım. Sildim onu. Deməli, məsələn, 3 idisə, birinci nə idi? 2 idi, sonra 5 idi, sonra 8 idi, sonra 11 idi, sonra 14 idi və s. Bax, bu şəkildə gedir. Məsələn, mən 8-i tapmaqdan ötürü nə etməliyəm? 8 neçənci həddir? A3. Göstərim. A3-ü tapmaqdan ötürü A1-in üzərinə gəlməliyəm 3-dən 1 əksiyi, 2 dənə D-ni. Bu da bərabərdir. A1-imiz neçədir? 2. Üstünə gəlməliyəm 2 vur. D-mizi necə tapmışdıq? 3. 2 vur 3, 6. 6-nın üzərinə 2 gələndə 8. Deməli, 3-cü həddimizi tapdıq. Düstur istifadə olunan aktual düsturlardan biridir. Çox tez-tez istifadə olunur. Məsələn, mən A5-i tapmaqdan ötürü A1-in üzərinə gəlməliyəm 4 dənə D-ni. Nə bilim, A8-i tapmaqdan ötürü A1-in üzərinə gəlməliyəm 7 dənə D-ni. Amma həmişəmi belə olur? Xeyr. Həmişəmi burada A1 yazmalıyam? Xeyr. Sən burada A2 yazsan, o zaman gərək burada 6D yazasan. Nə bilim, sən burada A3 yazsan, o zaman gərək 5D yazasan. Yəni, nəticə etibari ilə buradakı 1 ilə buradakı 7-nin cəmi buradakı 8-ə bərabər olmalıdır. 2 ilə 6-nın cəmi 8-ə bərabər olmalıdır. 3 ilə 5-in cəmi 8-ə bərabər olmalıdır. Və bu da tez-tez istifadə olunan variantlardan biridir. Hə, burada yazıblar hətta. Deyir, burada əsas məqsəd silsilənin həddinin indeksi ilə D-nin qarşısındakı əmsalın cəmi AN-in indeksinə bərabər olmalıdır. Bax, indi bu dediyim şeydir o. Sonra gəlirik cəm düsturları. Konkret, yəni silsilədə öyrənməsi vacib olan daha bir düstur. Biri bu düsturdur, biri bu düsturdur. Ədədi silsilənin ilk n həddinin cəmi düsturu. Bu düsturları əzbər bir şəkildə bilmək lazımdır. Məsələn, burada nümunə göstəriblər. Misal üzərində izah edeyim. A1 5 verilib, A8 7 verilib. Deyir, ədədi silsilənin ilk 8 həddinin cəmini tapın. İlk 8 hədd. Düstur. Baxırıq. Bu düsturdan istifadə ediblər. 2-8 həddin cəmi. A1 üstə gəlsin, A-in bölü 2 vurun. Yəni, birinci həddən sonuncu həddi toplayıb 2-yə bölürük, vururuq sayına. İlk 8 həddin cəmi demir. Birinci həddimiz 5, 8-ci həddimiz 7, bölürük 2, vururuq sayına. 8 dənə hədd dediyinə görə vururuq 8-ə. Hesablayırıq, 48 tapırıq. Bu belə. Amma bu haldan da necə istifadə eləmək olur? Bu hal bilirsən hansı haldır? Deməli, düstur SN bərabərdir. Yuxarıdakı düstur nə idi? A1 üstə gəlinsin A-in bölü 2 vur n-dir də. Burada elə bil A-inin düsturunu gətirib yerinə qoyuram.
A1 üstəgəlinsin. AN-in düsturu A1 üstəgəlinsin. N-1 vurulsun D. Qoydum yerinə. Sonra bu A1 ilə A1 toplanır. Burada 2A1 əmələ gəlir. Davamı da ki, olduğu kimi qalır. N-1 vur D bölü 2 vur N. Yəni, bu düsturdan əmələ gəlir. Bu düsturda. Belə. Keçirik növbəti hissəsinə. Əgər ardıcıllıq hədlərdirsə, ortadakının 2 misli. Əgər ardıcıl hədlər verilibsə, deməli, əslində bu cümlə, mən bunu daha sadə bir şəkildə belə izah edeyim. Ardıcıllıqda, yəni ədədi silsilədə daha doğrusu, ortadakı hədd özündən eyni uzaqlıqda yerləşən ədədlərin ədədi ortasına bərabərdir. Özündən eyni uzaqlıqda yerləşən ədədlərin ədədi ortasına bərabərdir. Nə deməkdir bu? Ardıcıllığımız verilib A1, A2, nə bilim A3, A4, A5 və s. Bax, bu A3 özündən eyni uzaqlıqda 2 ilə 4-ün cəminin yarısıdır. 1 ilə 5-in cəminin yarısıdır. Yəni, ədəd ortası özündən eyni uzaqlıqda. Məsələn, A8 verilib. A8 özündən bir əvvəlki A7, özündən bir sonraki A9 ilə toplayırsan cəminin yarısıdır. Nə bilim, özündən 2 əvvəlki A6, özündən 2 sonraki A10 cəminin yarısıdır. Bax, bu düstur ədədi silsilənin xassəsinin izahıdır. Bu ədədi silsilənin xassəsidir və çox tez-tez istifadə olunur. Məsələn, nümunə veriblər. A1 5 verilib, A2-ni soruşur, A3-ü 9 verilib. A2 nədir? Özündən əvvəlki ilə özündən sonrakının cəminin yarısı, yəni 7. Daha sonra başqa bir ədədi silsilədə istifadə olunan vacib düsturlardan biri, yəni indekslərinin cəmi bərabərdirsə, indekslərinin cəmi M, N, L, K, özlərinin cəmi də bərabərdir. İndekslər cəminin sayı nisbəti, bu nə deməkdir? A4 ilə A6-nın cəmi 2 dənə A5. Əslində, bu bayaqçı düstur deyil. Bu düsturdan əlaqəlidir bu. Heç bunun çox üstündə dayanmıram. Həndəsi silsilə. Gəlirik həndəsi silsilə. Ədədi silsilə ilə həndəsi silsilənin fərqini göstərmişdim. Eynən ədədi silsilədə olduğu kimi həndəsi silsilədə də düsturlar var. Amma ədədi silsilədə silsilə fərqi adlanırdı. Amma həndəsi silsilədə silsilə vuruğu adlanır. Məsələn, sən bir dənə silsilə yazmısan, tutalım 2, 4, nə bilim 8, 16, 32 və s. Burada fərqlənir. Yəni 2-ni 2-yə vurursan 4 edir, 4-ü 2-yə vurursan 8 edir, 8-i 2-yə vurursan 16 edir. Buradakı vuruq, yəni 2 vuruq olduğuna görə bu silsilə vuruğudur. Ədədi silsilədə silsilə fərqini tapanda növbəti ədəddən əvvəlki ədədi çıxırdıq. Amma həndəsi silsilədə silsilə vuruğunu taparkən növbəti ədədi əvvəlki ədədə bölmək lazımdır. Yəni 4-ü bölürəm 2-yə, 8-i bölürəm 4-ə və s. Və həndəsi silsilədə hədlər B ilə işarə olunur. B1 birinci hədd, B2 ikinci hədd, B3 üçüncü hədd və s. bu şəkildə istifadə olunur və hesablanır. Deməli, N-ci hədd, yəni ki, burada elə belə deyim də, Q və bu arada silsilə vuruğu Q-dür. Q-nü tapanda BN-i bölürsən BN-1-ə. Yəni, məsələn, B5-i bölürsən B4-ə. Ay, nə bilim, B6-nı bölürsən B5-ə və s. bu şəkildə silsilə vuruğu tapılır. Həndəsi silsilədə vacib düsturlardan biri N-ci hədd düsturu. Burada da BN bərabərdir. B1 vurulsun Q üstündə N-1. Məsələn, B2 3-dür, B5-i soruşur səndən. B5-i tapanda B2-ni vurursan Q üstü 3-ə. Bu düstur bilirsən necədir? Məsələn, sən B5-i tapanda konkret düstur əsasında düsturda B1 yazılıb axı. B1-i vura bilərsən Q üstü 4-ə. B2-ni vura bilərsən Q üstü 3-ə. Nə bilim, B4-ü vura bilərsən Q üstü 1-ə. Bu şəkildə istifadə olunur. Hansı sərf eləyirsə də sənə B2 3 verilib, Q verilib, B5 soruşsa, deməli B2-ni vuraq, Q üstü 3-ə. Belə deyim də, bunun indeksi ilə bunun qüvvətinin cəmi buradakı 5-i verməlidir. Bu şəkildə hesablanır. Silsilə vuruğunun düsturudakı budur. Bu düstur elə bu düsturdur. Yəni B-in bölünsün, B-in çıx 1. Bu qədər detaya gitmirəm. Ya məsələn, B4 36 verilib, B2 9 verilib, sən Q-nü tapmaq istəyirsənsə, bunu burada izah eləyiblər. Bu düstur əsasında mən bir yolu izah eləyəcəm. B4 36-dır da. B4-ün düsturu nədir? B1 vurulsun Q üstü 3. Bu verilib 36. B2 9-dur. B2-nin düsturu nədir? B1 vurulsun Q üstü 1. Bu da verilib 9. Mən bu iki ifadəni tərəf-tərəfə bölsəm, B1-lər gedəcək. Q-nün kvadratı bərabər olacaq. 36-nı 9-a bölürəm 2. 4.
Bu da Q ilə bərabər olacaq. Müsbət 2 də ola bilər, mənfi 2 də ola bilər. Bax, bu şəkildə tapa bilərik. Heç bu düsturdan istifadə etmədən. B4-ün də düsturunu yazdım. B2-nin də düsturunu yazdım. Sonra tərəf-tərəfə bölməklə Q-nü tapdım. Bu belə. Ədədi həndəsə silsilədə silsilənin cəm düsturu var. Bu düsturdur. Silsilənin bir şeyi var ki, burada bəzi düsturlar əzbərləməlisən. Yəni, düsturları əzbərləmədinsə, silsilədən baş çıxarda bilməyəcəksən. Bu belə. Ədədi silsilənin, daha doğrusu həndəsi silsilənin cəm düsturu. Bir də var sonsuz azalan həndəsi silsilənin cəm düsturu. Sonsuz azalan həndəsi silsilə, bax, buradakı kimi nümunə göstəriblər. Bax, 2 dəfə azalır. Bunun silsilə vuruğu 2-də 1-dir. Yəni, 8-i 16-ya böləndə alınır 2-də 1. 4-ü 8-ə böləndə alınır 2-də 1. Yəni, silsilə vuruğu 1-dən kiçik olduğuna görə bu sonsuz bir şəkildə azalır. Və sonsuz azalan həndəsi silsilənin cəmi bu düsturla tapılır. S sonsuzluq bərabərdir B1 bölünsün 1 minus Q. Fikir ver. Birinci həddimiz, məsələn, belə bir sual verilib, deyir, cəmini tapın. Baxırsan, bu həndəsi silsilədir də və sonsuz bir şəkildə azalır. Baxıram ki, B1-imiz 16-dır. Q-müz nədir? Sonrakını əvvəlkinə bölürəm. 2-də 1-dir. Q-nü tapdım 2-də 1. Sonsuzluq düsturuna əsasən də nə olur? B1 bölünsün 1 minus Q. Hesablayıram, cavabı tapıram 32. Bu şəkildə. Silsilənin qaydasında da ki, bax, məsələn, bunu mən bu şəkildə izah edeyim. Həndəsi silsilədə, məsələn, yazmışam B1, B2, B3, nə bilim, B4, B5 və s. bu şəkildə yazmışam. Ədədi silsilədə nə olurdu? Ortadakı hədd özündən eyni uzaqlıqda olan ədədlərin ədəd ortasına bərabər olurdu. Həndəsi silsilədə isə eyni uzaqlıqda olan ədədlərin həndəsi ortasına bərabərdir. Yəni, B3 bərabərdir, kök altında B2 vurulsun B4. Eyni uzaqlıqda yerləşən. Nə bilim, B3 bərabərdir, kök altında B1 vurulsun B5 və s. Burada da bu düsturu izah edib. B1-i B5-ə vuranda B3-ün kvadratı edir. Mən də elə yazmışam da. B3-ün kvadratı, B1-i B5 hər tərəfə kvadrata yüksəltsək. Nə bilim, B2-ni B4-ə vuranda B3-ün kvadratı. Bax, bu şəkildə. Bu da həndəsi silsilənin xassiyə düsturudur, xassiyəsidir. Sonra bu ədədi silsilədə də var idi, həndəsi silsilədə də bu şəkildə. Əgər indekslərin cəmi bərabərdirsə, özlərinin hasili bərabərdir. Ədədi silsilədə indekslərin cəmi bərabər olanda özlərinin cəmi bərabər olurdu. Amma burada hasili bərabər olur. Bu da oldu həndəsi silsilə və cəm haqqında olan düsturlar. Bir dənə nümunə göstərim mən burada. Məsələn, random bir şey seçim, nümunə göstərim. Belə bir şey verilib. Məsələn, 18-ci, burada 18-ci sualda belə bir şey verilib. Deyir, ədədi silsilədə A5 13,1-dir. 13,1-dir. A9 isə 7,9-dur. Deyir, silsilə fərqini tapın. Silsilə fərqini tapmaqdan ötürü nə edirəm? A5-in açıqlamasını yazıram. A1 üstə gəlinsin 4D bərabərdir 13,1. A9-un açıqlamasını yazıram. A1 üstə gəlinsin 8D bərabərdir 7,9. Sonra bunu tərəf-tərəfə çıxsam, A1-lər gedəcək, aşağıdan yuxarını çıxsam 4D bərabərdir 7,9-dan da 13,1 çıxıram. Qalır deməli 5,2. D də bərabərdir 5,2-də bölürəm 4-ə alınır 1,3. Burada mənfi 5,2 alınır, burada da mənfi 1,3. Bax, bu şəkildə hesabladım. Belə bir şey oldu. Sonra, məsələn, cəmi silsilənin ilk... Məsələn, 22-ci sualda bir dənə bu ədədi silsilədə izah edeyim. 22. Məsələn, nə formada verilib? Deyir ki, ədədi silsilənin 3-cü və 17-ci hədlərinin cəmi 20-yə. O nə deməkdir? 3-cü və 17-ci hədlərinin cəmi. Yəni, A3-ün üzərinə A17 gələndə 20 eləyir. Deyir, silsilənin ilk 19 həddinin cəmi. Yəni, S19. S19-un düsturu, yuxarıdakı düsturlara baxsan, görərsən ki, 2 dənə A1 üstə gəlinsin N-1 vurulsun D. Yəni, 18D bölünsün 2, vurulsun N, yəni 19 düsturundan istifadə olunur. Bu belə. Mən bunu açıram. A3-ün düsturu belədir. A1 üstə gəl 2D, A17-nin düsturu A1 üstə gəlinsin 16D, bu da bərabərdir. Bunlar toplasam verəcək mənə 2A1 üstə gəlinsin 18D, bu da bərabərdir 20-yə. Elə A1 üstə gəl 18D burada var 20. 20-ni bölürəm 2-yə elədi 10. Onu da vururam 19-a, cavabımı tapıram 190. Bax, bu şəkildə. Yəni, silsilələrə aid olan bütün şeylər düsturlarla istifadə olunur, düsturlarla hesablanır.